ولا يحصى نعماءه العادون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم إنما يتقبل الله من المتقين. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. والسلام عليكم ورحمة الله وبركاته. Muhammed Ali Muhammed'e salavat hediye eyle. Üsəra-i Kərbəla, şəhəda-i Kərbəlanın mütəhhər ruhlarına, həmçinin bugün dünyasını dəyişmiş, vəfat eləmiş həmvətənlərimizin ruhu şadlıqlarına, həmçinin onların içindən şəhidlər də var, onların da ruhlarına salavat hediye eyle. Allahümme salli ala Muhammed və ali. Cəmi hacətlər nəzərdə, xoşnudi o təcil fərəc Həzrəti İmam Zaman salavat. Hamımızın məlumudur ki, Xudavənd-i Mütəal Qur'an-ı Kərimdə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində insanların hamısının təqvalı olmasına səsləyib və əməllərin qəbul olmasının şərtini təqvaya bağlayıb. Necə ki, Qur'an-ı Kərimin Hucurat surəsində Xudavənd-i Mütəal buyurur: Ya əyyuhənnas, inna xələqnakum min zəkərin və unsa. Biz sizi bir kişi və bir qadından yaratmışıq və cəalnakum şuubən və qəbailə. Sizi irqlərə və qəbilələrə bölmüşük. Litəarəfu, tanınasız deyənə. Lakin ardıca nə deyir? İnnə əkrəməkum indəllahi ətqakum. Sizlərdən Allah yanında ən hörmətli olanı, ən kəramətli olanı yalnız və yalnız kimlərdilər? Təqvalı olanlardılar. Təqva Allahdan qorxmaq, Allahdan çəkinmək, onun görmək istədiyi yerlərdə olmaq, görmək istəmədiyi yerlərdə olmamaq, onun istədiklərini icra etmək, onun istəmədiklərini yerinə yetirməməyə deyilir. Ki başqa surədə Allah Teala buyurur: İnnəmā yetəqəbbəlullah minəl muttəqin. Allah yalnız və yalnız təqvalılardan qəbul edir. Ki bunları bilirsiniz. Ki bunlar barədə məlumatınız var, xəbərdarsınız. Amma ərz edəcəyim mövzu təqva ilə yerinə yetirilən əməllər haqqındadır ki, inşallah bir neçə hədis xidmətinizə ərz edəcəyəm. Neçə məclisdə artıq çıxışlarda bəyan edirəm istifadə elədiyim kitablar barəsində ki, bu möminlərin və dinləyicilərin qəlblərində daha çox neynər? Təsir qoyar ki, keçən mövzularımız Üsul-i Kafidən idi. Möminlərin sifəti babından bu dəfə mövzumuz kitab olaraq mərhum Hürramuli rəhmətullah teala əleyhin Vəsail-i Şiyyəsinin içindən olan, həmin 30 cildin içindən olan bir cild ki, Cihad-ı Nəfs kitabıdır. Əmir əl-Müminin Əli əleyhissalam ki, ondan nəql olunur, əlbəttə ondan nəql eləyən İmam Cəfər-i Sadiq əleyhissalamdır ki, buyurur: Qalə kanə əmirul müminin. Əli əleyhissalam buyurur: La yəqillu əməlun ma'a təqva və keyfə yəqillu ma yutəqəbbəl. Çox gözəl bir hədisdir. Həqiqətən çox heyran edici bir hədisdir. Möminlərin qəlbində ümidi həddindən artıq çox böyüdür və əməli olan diqqəti artırır. Hədisin mənasına diqqət buyurarsınız ki, görürüz necə gözəl bir lətif ibarə ilə Mövla-i Müttəqiyan Əmir əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam təqva ilə yerinə yetirilən az əməl barəsində necə gözəl, kəramətli bir cümlə işlədir. Buyurur: La yəqillu əməlun mə'ə təqva.
təqva ilə yerinə yetirilən hər bir əməl az deyil. Yəni təqva ilə insan balaca bir iş də görsə, o iş balaca iş deyil. Xırda bir iş ola, kiçik bir iş ola, balaca bir əməl ola, lakin əhatəsi bütün təqva ola, məqsəd təqva ola, insan Allah'a xatir bu işi yerinə yetirə, o iş az deyil. Və keyfə yəqillu ma yətəqəbbəlu, axır cümləsi daha gözəldir. Deyir, qəbul olan şeyə necə az demək olar? Qəbul olan bir şeyə necə az demək olar? Sən az da olsa təqva ilə yerinə yetirsən, bu demək qəbul olur. Qəbul olan şeyə də necə azdır demək olar. Ən-Müfəzzəl ibn Ömər qalə kuntu ində Əbi Əbdillah. Müfəzzəl ibn Ömər deyir, mən Həzrət Əbi Abdillah İmam Sadiq əleyhissalamın huzurundaydım. Fəzəkərnəl ə'mal. İmam Sadiq əleyhissalam bir neçə əməl zikr elədi. Bir neçə əməldən danışdı. Bir neçə əməl danışdılar. Filan əməl əcrindən, qiymətindən, dəyərindən, böyüklüyündən danışdı. Mən dedim, fəqultu, ma əz'afə əməli, onda mənim nə az əməlim var. Sən ki, bu qədər əməllərdən danışdın, böyük işlərdən danışdın, yaxşı, fəzilətli işlərdən danışdın, onda mənim nə az əməlim var. Mən heç nə eləməmişəm ki. Fəqalə məh, yəni sakit ol. İstəğfirillah, bu sözbə görə Allah'tan bağışlanmaq dilə. Sümmə qalə, dedi, İnnə qəliləl əməl mə'ət təqva, xeyrun min kəsirin bila təqva. Təqva ilə yerinə yetirilmiş, xalis, ixlasla yerinə yetirilmiş balaca bir əməl, təqvasız yerinə yetirilmiş çox əməllərdən yaxşıdır. Az olsun, amma təqva ilə olsun, İxlasla olsun, o əfzəldir, o əkrəmdir, o əqdəmdir, çox yuxarıdır, çox o əməllərdən ki, təqvasız yerinə yetirilir. Qultu, dedim, keyfə yəkunu kəsirun bila təqva? Dedim, ağa, o ki, çox olur, çoxlu əməllər olur, təqvasız olur, o necə olur elə? Təqvasız çoxlu əməl necə olur? İmam buyurdu, nəam, mislur rəcul, bu o kişiyə oxşayır ki, o kişinin əməlini oxşayır. Yut'imu ta'amə. Fəqirlərə, kasıblara təam verir. Acıları doyurur, böyük əməldir. Və yərfuqu ceyranə. Qonşularının haqqını ödəyir. Qonşuları ilə çox gözəl keçinir. Və yuvətti'u rəhlə. Azuqəsini də hazırlayıb axirətə. Fəizə irtəfəəlləhul bab minəl haram dəxələ fihi. Amma elə ki, haramın qapısı üzünə açılır, daxil olur tez o haramın içinə. Bu qədər böyük işlər görür. Fəqirləri təam verir, acıları doyurur. Qonşuları ilə çox yaxşıdır. Axirət azuqəsi də hazırlayıb, amma elə ki, günahın qapısı onun üzünə açılır, daxil olur içəri. Elə həmən o günahı yerinə yetirir. Dəxələ fi hazəl əməl bila təqva. Bax, bu təqvasız yerinə yetirilən əməl sahibidir. O elədiklərini təqva üzündən eləmir. O gördüyü işləri təqva babından, təqva baxımından yerinə yetirmir. Və yəkunul axər, amma o birisi ki, az eləyir, amma təqva ilə eləyir. Leysə indəhu izə irtəfəəlləhul bab minəl haram ləm yədxul fihi. Onun üzünə, o ki, az əməl yerinə yetirir, amma təqva ilə yerinə yetirir, onun üzünə haramın qapısı açılsa da girməz. Çünki bu adam yerinə yetirdiyi əməllər azdır. Gücü miqdarında ya elminin azlığı, ya hər nəcündən azdır yerinə yetirdiyi əməllər, amma ixlaslandır, təqva ilandır, Allah rənginə boyanıb, bu insanın üzünə haram qapısı açılsa girməz. Buyurur, İmam Muhammed Baqir aleyhissalamdan nəql edir Muhammed ibn Ali ibn el-Huseyn aleyhissalam. Buyurur, qaləm min əlfazı Rəsulillah. Peyğəmbərin sözlərindəndir bu söz. Nədir o söz? Xeyruz zat ət-təqva.
ən gözəl azuqə, axirət üçün ən gözəl azuqə təqvadır. Bizim hamımız burada əyləşənlər axirətimiz üçün azuqə toplayırıq. Bizim düşüncəmiz bundan ibarətdir ki, axirətimiz üçün azuqə toplayaq. Burada əyləşənlərin hər kəsin hədəfi budur. İndi ya nəzəri, ya əməli. Allah bizi əməli formada azuqə yığanlardan qərar versin. Hamımızın hədəfi budur ki, axirətimiz üçün azuqə yığaq. Həzrəti Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur, ən gözəl azuqə təqvadır. Təqvadan gözəl azuqə yoxdur. Özünü günahlardan saxlamaq, vacibləri icra eləmək ən gözəl azuqədir axirət üçün. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ində kulli şər. Ya mən yu'til kəfirə bil qəlil. Onun bu ibarəsinə diqqət buyurursunuz. Rəcəb ayında oxuyursunuz həmişə. Ya mən yu'til kəfirə bil qəlil. Ay o kəs ki azın müqabilində çox şeylər verər. Münacat edirsən, Allaha xitabən deyirsən, ey o kəs ki az əməlin müqabilində çox şeylər verərsən, gəlmirsən, məsələn, cümədə iştirak edirsən, balaca bir əməldir, məsələn, yarım saat filan kəs söhbət eləyəcək, sən də telefonla məşğul olmayacaqsan, məsələn, bunun əcri nə qədər əzəmətlidir, ləbxənd olsun keçdim, bunları işarə eləməsin, alınmır. Az balaca bir iş, ən az olsa belə, lap balaca olsa, lap az olsa, Allah üçün olsa, ixlas üçün olsa, Allah Teala buyurur, mən bunu çox neyəyəm, böyük qəbul edərəm. Həzrəti Peyğəmbər buyurur ki, ən gözəl azuqə nədir? Təqvadır. Hazırlıq istəyirsən, qiyamətə yığırsan, özün üçün, qiyamət üçün nəsə yığırsan, təqvadan yaxşı yoxdur. İnnəmə yetəqəbbəlullah minəl-muttəqin. Allah yalnız və yalnız kimlərdən qəbul eləyər? Təqvalılardan qəbul eləyər. Bunu bir neçə dəfə istifadə eləmişik, danışmışıq burada. Bir dəfə də olsun ki, ləbxənd-i təbəssüm ki, onlar mömin təbəssüm əhli olar. Huznuhu fi qəlbihi, boşluhu fi vəchi. Möminin kədəri içində olar, sevinci üzündə olar. Bir nəfər İmam Sadiq əleyhissalamın vaxtında yaşayırdı. Özü İmam Sadiqə də etiraz eləyənlərdən idi. Gedirdi tükan bazardan oğurluq eləyirdi, çörək alırdı, çörəyi oğurlayırdı, gedirdi başlayırdı, fəqirlərə paylayırdı. Öz aləmində də elə fikirləşirdi ki, təqvalı bu iş görür, yaxşı iş görür, savab eləyir, elə bilir. Filan kəsdən deyir, oğurlamaq olar. Var da belənçində ideyalar var, düşüncələr var bunlar, bu cürlə. Bir dəfə İmam Sadiq ilə rastlaşdı, dedi, bu nə əməlli yerinə yetirirsən, sən gedirsən, oğurluq edirsən, bir günah aparırsan, tökürsən cəmaatın qarnına 2 günah. Buyurdu ki, Allah Quranda deməyib ki, ya mən cəəbil həsənəti fələhu əşrə əmsalihə, kim bir dənə yaxşılıq eləsə 10 dənə savabı var, kim bir dənə günah eləsə 1 dənə günahı var. Mən gedirəm 5 dənə çörək oğururam, 5 günah, aparıram 5 dənə fəqirə verəm, hər 5'ə vur 10, elədi 50. 5'in çıx 45'i mənimdir. 5 günahı çıx 45'i qalır da, biri vursan ona edir. İmam dedi, İnnəmə yetəqəbbəlullah minəl muttəqin. Allah təqvalıdan qəbul edir. Düz əmələ 10 savab yazar. Səhv əmələ 10 savab ki yazmaz. Düz əmələ Allah 10 savab yazar. Sən gedirsən, oğurluq edirsən 1, aparsan haramı yedizdirirsən xalqın yetiminə 2, ondan olur, bunun da ruhiyyəsi pozulur, xasiyyəti sonra dəyişilir. Haramdan bunun əti ruhu qana gəlir, fəsadı artırmaqla məşğulsan, sonra da deyirsən ki, təqvalıdan qəbul edir. Mənim əməlimin 10 sahabı var, 45'i mənim 5'i çıx. Salavat ediyələm. Allah salli ala Ənil Heysəm ibn Vaqid qalə ki, İmam Sadiq əleyhissalamdan nəql eləyir. Qalə səmi'tu Sadiq Cəfər ibn Muhammed aleyhissalam ki, İmam Sadiq əleyhissalamdan eşitdim. Yəqulu, buyurur, mən əxrəcəhullah əzzə və cəllə minəz-zullil məasi ilə izzit təqva.
Hər o şəxsi ki, Allah Taala günahların zülmətindən çıxardıb təqvanın izzətinə daxil edə, təsəvvür edə gözümüzü. Hər o kəsi ki, Allah günahların qaranlığından çıxarda, təqvanın işığına tərəf hidayət elə, əğnahullah. Allah onu zəngin edib, bila malin, amma malsız. Həmən şəxs zəngindir, amma malsız. Və əəzzəhu bila əşirətin, izzətlidir, amma qohumsuz. İzzət sahibidir, heç bir qohumu da yoxdur, bir arxası da yoxdur. Amma izzət sahibidir, pulu da yoxdur, amma zəngindir, çünki Allahı var. İmam Hüseyin əleyhissalamın sözüdür ki, səni olanın nəyi yoxdur, səni olmayanın nəyi var? Və anəsəhu bila ənisin, oturdur elədiyi adamı olmadan tək olmaz heç vaxt. Oturdur elədiyi adam olmaz, amma tək olmaz. Ürəyi həmişə aram olar, həmişə üçün Allahlandır. Və mən xafəllah, hər kim Allahdan qorxsa, əxafəllahu min kulli şeyin, Allah onun heybətin bütün ürəklərə salar. Allah onun qorxusun bütün ürəklərə salar. Hər kəs Allahdan qorxsa. Allah onu hamıya heybətli göstərər. Və mən ləm yəxifillah, hər kim Allahdan qorxmasa, əxafəhullah min kulli şeyin. Allah onu hər şeydən qorxudar. O elə hər şeydən qorxar. O ki, onun qorxduğu ancaq Allahdır, hamı ondan qorxar. Bu mənada ki, yəni heybəti olar onun. O ki, Allahdan qorxmur, nə var elə hər şeydən qorxar. Ardıca buyurur, və mən rəziyə minəllahi bil yəsri minər rizq və rəziyə minhu bil yəsri minəl əməl. Diqqət buyuruz, hər kəs ki, çətin ruzusuna görə Allahdan razı qala, ağır ruzusuna görə, kasıbçılığına görə Allahdan razı qala, Allah da onun az əməllərinə görə ondan razı qalar. Allah da onun yerinə yetirdiyi az əməllərinə görə ondan razı qalar. Və mən zəhidə fit dünya, hər kəs dünyadan rəğbətin çəkə, dünyaya etinasız ola, əsbətəllah hikmətə fi qəlbihi, Allah hikmət onun qəlbinə daxil edər, və əntəqə biha, onu o hikmətlə danışdırar, lisanəhu, onun dilini o hikmətlə danışdırar, və bəssərəhu uyubət dünya, dünyanın eyiblərinə qarşı bunu bəsirət deyiləyər, yəni eyibləri yaxşı görər, dünyanın eyiblərini yaxşı görər. Bir dənə haşiyə bir neçə dəqiqə, bir neçə saniyəlik. Görürsən, cəmiyyətimizin xüsusən cavan təbəqəsi o günah mövzusunda necə zəifdilər, necə o günahdan qaçmaqda çox zəifdilər. Və yaxud necə düşünə bilmirlər ki, məsələn, bunun əksində gözəllik var, bunun əksində fəzilət var, bu işləri yerinə yetirməməkdə cənnət var, ilahi məhəbbət var, nuraniyyət var. Niyə? Çünki eybin pisliyinə bəsirət yoxdur. O eyblərin pisliyinə agahlıq yoxdur. O günahların çirkinliyindən xəbərsizlik var, budur səbəb. O naməhrəmə baxmağın çirkinliyinin necə pis olduğunu başa düşməmək var. Musiqiyə qulaq asmağın, musiqi ilə məşğul olmağın, nə bilim, yalan danışmağın, qeybət eləməyin, söyməyin və s. çirkin əməllərin çirkinliyinin nəhədd olmağına bəsirəti yoxdur. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləmə deyilir, ya Rasulallah, sən günah eləmirsən heç. Sən günah haqqında axı necə olur fikirləşmirsən. Sən günah haqqında necə olur fikirləşmirsən. Peyğəmbər buyurur, üzr istəmamızdan da Peyğəmbərin sözüdür. Peyğəmbər buyurur, sən nəcis yemək haqqında fikirləşirsən? Buyurur, əlbəttə ki, fikirləşmirəm. Niyə fikirləşmirsən? Çünki bu işin çirkinliyini dərk edirəm. Buyurur, hər günahın çirkinliyi mən üçün bu qədər aşkardır. Necə düşünə bilərəm onun haqqında? Etmirəm heç ya. Necə düşünə bilərəm onun barəsində? İnsan dərk eləyə qeybət eləmək, qardaşın ətin diri-diri yemək, ya diri-diri olmasın, qızardılmış formada yeməkdir, bunu dərk eləyə. Ya eyyuhəl-ləzīnə āmenū lā ya'təb bə'zukum bə'zə əyyuhibbu əhədukum ən yəkulə ləhmə əxihi meytən fəkərihtumuhu. Ay iman gətirənlər, bir-birinizin qeybətini eləmin, xoşlayırsınız qardaşınızın meyyit ətini yiyəsiz. Quran ayəsidir.
Bunun həqiqətini başa düşsə qeybət eləməz ki. Ya məsələn, başqa günahlar haqqında gələn hədislər haqqında, başqa günahlar haqqında gələn hədislərə bir diqqət eləsə, məlumat əldə eləsə, onun bir çirkinliyinə, yalanın çirkinliyinə mərifət hasil eləsə, adamın cızdağını çıxardır yalan haqqında deyilən o ağır sözlər. İmam-ı Rıza aleyhissalam buyurur, yalan danışan kişi ola bilməz heç vaxt. La muruvvətə lil kəzub. Kimin xoşuna gəlir bu ifadə? Bunun çirkinliğini başa düşəndən sonra buna yaxın düşməz təbii ki. Ya məsələn, hələ o ağır-ağır hədislər var, mənbər yeridir. Ya musiqi haqqında. Məsələn, taxıb qulağına səhərdən axşamacan ləzzət alır ondan. Halbuki dərk eləyə o ləzzət verici bir şeydir. Onun haqqında bir hədis bilə. Özü də bu mövzuda bilirsiniz da yayılmış mövzudur. Dindarın da içində var. İmam Zaman adına məclis keçirir. Deməsəm ölərəm, desəm öldürürlər. Gərək deyəsən bunlar cəmaat bilsin. İmam Zaman adına məclis keçirdir. Gətirib sintezatörü qoyub ora. Deyir ki, İmam Zaman buradadır. Utanmır, yerə girmir. Bu ifadəsinə görə. Deyir, İmam Zaman bu məclisdədir. Həyon yox, abrın yox, sənin İmam Zaman eləmirsən oyuncaq. Sənin elmin də yoxdur, imanın da yoxdur, danışığı da bilmirsən, nə danışırsan? Toyda gətirirdin, qoyurdun, etiraz edib baxmırsın. Gətirmirsən, məclis edirsən İmam Zamanın adına, orada gətirmirsən tar kamanca. Məgər oxumamsan İmam Sadiq nə deyir tar haqqında? Heç İmam Sadiqə əlin çatmır sənin. Sən bir dənə müştəhidin aç gör risaləsində, minhacında nə yazır da? Haram alverlər içində əgər ləhv alətlərini yazırsa, adın çəkir tarın. Hələ bunun adını çəkir. O birisilər demirəm hələ ya, qalsın bir yanda. Bunun qarmonu var, filanı var. Bunun adını çəkir də, hər sənin fəqihində, sənin mərcəyi təqlidin, adını çəkir də bunu da. Gərək bunların çirkinliğini başa düşsün, tərəf eləməsin. Başa düşməsə eləyəcək, amma başa düşsə eləməz. Başa düşmək üçün də gərək təqva olsun. Bax, bunlar belə saydıq, gəldik, çatdıq bura. Təqvalı olsa Allah onu günahın zülmətindən çıxardar, gətirər təqvanın işığına. Ondan sonra ona filan şeylər ətaylar, biri də nə olar? Biri də bəsirət verər, eybin çirkinliyinə. Gərək təqvalı olasan, təqvalı olandan sonra səni ürəyin partlayar o əmələ yaxın düşməzsən heç vaxt. İmkanı yoxdur sən onu yerinə yetirəsən. Və bəssərəhu yubəd dünya da'əha və dəva'əha. Dünyanın bütün xəstəliklərini Allah tanıtdırar ona və bütün xəstəliklərin dərmanını tanıtdırar Allah ona. Bax, təqvalı budur. Və əxrəcəhu minəd dünya salimən ilə darissalam. Onu dünyadan salamat çıxardar, aparar salamatçılıq evinə, yəni cənnətə, salamət bir evə. Bir hədis. Ənil Vəlid ibn Abbas qalə səmi'tu Əba Abdillah ki, o da İmam Cəfər Sadiq əleyhissalamdan nəql edir. Da bunlar bu. Oturasan, kiminsə sözünü danışasandan deyil da bunlar. Bunlar məsum sözləridir. Bunlar vəhyin evindən gələn sözlərdir. Bunu hər hansısa bir arif deyib məsələsi deyir. Bunu hər hansısa bir filosof deyib məsələsi deyir. Bunu hər hansısa bir zibilatan deyib məsələsi deyir. Nəuzən billah, bunlar məsum çeşməsindən sadir olan sözlərdilər. Buyurur, yəqulu əl-həsəbul fial, İşlərin gözəlliyi və şərəf, şərəflisi vəl-mal, malların ən şərəflisi vəl-kərəm, kəramətlərin ən yaxşısı ət-təqva, təqvadır. Yəni, hər bir şeyin qatqısı təqva inançısa ən yaxşı şeydir. Hər bir şeydə Allah niyyəti ilə icra olunub, Allaha görə yerinə yetirilib, o ən yaxşı şeydir, ən kərim şeydir, ən əşrəf şeydir, ən yaxşı maldır, ən yaxşı feildir, əməldir yəni. Bunlar ki, Allah təqva üçün icra olunur, Allah üçün yerinə yetirilir, Allaha xatir olunur. O da Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur, ən gözəl azuqə təqvadır. Mömin gərək təqvalı olsun, çox da şey tələb olunmur.
Ola bilər çətin olsun, amma tələb olunan hər bir şey mümkündür və insan hissə-hissə hamısına yiyələnə bilər, sahib ola bilər və ləzzətin dadını duya bilər. Gərək insan öz halında dəyişkənlik eləsin. Günahdan uzaqlaşmaqla, haramlardan uzaqlaşmaqla, Allahın əmrlərinə tabi olmaqla, əddi, həddi, əqəl, minimum namazında bir dəyişkənlik hiss eləməli, orucunda bir dəyişkənlik hiss eləməlidir. Bütün vacibi əmirləri, müstəhəbbi əmirləri xüsusi bir keyflə, ləzzətlə, o mənada demirəm, fikriniz ora getməsin, uçmaqdan danışmıram. Bu mənada ki, insan həvəslə icra eləyə, bu ki, bu namazdır. Bu mənim gözümün nurudur, bu mənim gözümün işığıdır. Bunu bu cür yerinə yetirə. Bu orucdur, bu mənim ruhumun %100 saflaşmasının ən gözəl təmin edici bir vasitəsidir və sair əməllərdə hamısını. Bunlar da təqva ilə ələ gələr. Təqva olmasa, Allah şahid, bu məscid şahid, siz şahid, mələklər şahid, bu Peyğəmbər mənbəri şahid. Təqva olmasa insan yerinə yetirdiyi əməllərin hamısı quru-quru olar, puç olar, sonu da tənəzzüldən başqa bir şey deyil. Allah Teala bizi təqvalı kəslərin sırasında qərar versin inşallah. Bismillahirrahmanirrahim. Allahümme kun leveliyyikəl hüccət ibnil Hasən salavatükə aleyhi və alə abaih fi hâzihi saati və fi kulli saəh veliyyən və hafizən və qaidən və nasirən və dəlilən və aynən hatta tuskinəhu ərdəkə tav'a və tüməttə'əhu fiyhā təvila bi rəhmətkə ya ərhəmər rahimin. Allahümme salli ala Muhammed.